Burada əlinin qırmızı qələmlərin miqdarının 2 misli. Bax, əlinin bizdə var qırmızı qələmləri. Qırmızı və mavi. Mavi qələmlər. Qırmızı qələmlərin X götürürük, maviləri isə Y götürürük. Qırmızı qələmlərin miqdarının 2 misli, yəni 2X ilə mavi qələmlərinin 3 misli, yəni 3Y-in cəmi bizə verir nəyi? 27-ni. Sonra əlinin qırmızı qələmlərinin miqdarının 3 misli ilə, yəni 3X üstə gələk. Mavi qələmlərin 2 misli, 2Y bizə verir nəyi? 23-ü. İndi biz burada bu tənliyi həll etməyə çalışacağız. Biz bunları tərəf-tərəfə hər ikisini alt-alta toplayırıq. 2X ilə 3X-i toplayanda olur 5X. Üstə gələk 5Y bərabərdir 50-yə. Buradan 5-i mötərizə xaricinə çıxardırıq. X üstə gələk Y bərabərdir 50-yə. X üstə gələk Y bərabərdir 10-a. Deməli, mavi qələmlərlə qırmızı qələmlərin sayı 10-dur. İndi biz bunu aldığımız cavabı birinci şərtə əsasən 2X üstə gələk 3Y bərabərdir 27 və buradan yazıram X üstə gələk Y, yəni qırmızı qələmlərlə mavi qələmlərin cəmi eləyir bizə 10. 10. Mən bunun hər tərəfini 2-yə vururam bərabərləşdirmək üçün ki, mən bu 2 dənə dəyişəndən birini itirim burada. Vururam 2-yə. 2-yə vuranda olur burada 2X, burada da olur 2Y, burada olur 20. İndi tərəf-tərəfə çıxanda mən bunu yuxarı 2X-dən 2 çıxanda burada qalır 0. 3Y-dən 2Y çıxanda burada qalır 1Y və 27-dən də 20 çıxanda qalır 7. Deməli, mavi qələmlərin sayı 7-dir. Yerinə qoyuruq mavi qələmlərin sayı 7. Onda qırmızı qələmlərin sayı nə olur? 3. Bizdən əlinin neçə mavi qələmi var? 7 A bəndi bunu istəmiş olur.